Dostlar, salam. Herkes bugün savaştan danışır. Ben bu zamanında benim işim budur da proqnoz vermək. Demək istəyirəm ki, siz yay əvvəli ərəfəsində heyvanların ölməməsi üçün indidən çalışın. Vaksinlər, bu təmizliyə quş, yəni ki, quş növlü heyvanlar və o birisi mal-qaradan başlayacaq, gətirəcək xəstəliklər hiss edirəm. Mən axı demişdim ki, dünya masonlar insanları qidadan, hər şeydən sınağa çəkəcək və o dönəm gəldiyi üçün xatırladıram. O çiyələk şey var ya, çərçə kimi quş şeylər balaca, onların da çoxaltması, bu yaşıllıqları məhv etməsi, bu proseslər gələcək demişdim. Sonra sellər daha çox böyük şəhərlərə sular qalxan, maşınlar aparacaq qədər sellər gələcək, hiss edirəm. Böyük keçmiş hansı ki çaylar, çuxurlar olubsa oralara su təzədən gələn böyük sellərin gələcək. Onun qabağını almaq şansları varsa onu qabağa almaq üçün yolları göstərin, çalışın. Sonra zəlzələlər dönəmi gibi. Bu savaşları dünyacasına böyüdəndən sonra, hələ ki indi yox, savaş daha böyüdəndən sonra, bir çox bölgələrə, bir çox yayılandan sonra da dünyanın bir çox yerlərində zəlzələlər çoxaldacaq və sonra zəlzələlər dönəmi gələcək. O dönəmə də çatdıqca, yəni bu son 2-3 ildə baş verəcək şeylərdir, ən uzağı bunlar hamısı. Mən indidən dəfələrlə xəbərdarlığını verirəm ki, mənim sizin vaxtilə İranın bu prosesləri görmədiyi vaxtında mənə lağ edib, ağzına gələn yazan vaxtında ki, niyə belə proqnozlar verirsiniz? Mən bunları görürdüm deyə sizə deyirdim ki, bəlkə də qabaq almaq şansınız var deyə. İndi də o sellərdən, mallara verəcək ziyan xəstəliklərdən qorumaq üçün şansınız olan insanlar indidən düşünsə yaxşıdır. Çünki dünyada böyük güclər, hansı ki masondur, odur, budur, bilmirəm, onlar insanların, sivillerin əlindəkini almaq, şəhərləri vurmaq, insanlara ölmək prosesləri aparır, adını da qoyurlar, ölkələr arasında şəxsi münasibətlər, şəxsi qərəzlər, nefti, odur, budur. Nə oldu ya, neçə illər idi insan çoxalana qədər sakitçilik idi, insan çoxaldı, insan çoxalmağa doğru gedir, indi dayanmadan böyük savaşlar gətirirsiniz. Bunlar təbii ki, araşdırmacılar başa düşür, amma bunlara deyən araşdırmacılar efirlərdə ya demir, ya da buraxmır nədənsə. Mən də özümə, öz izləyicimə borc bilmişəm ki, bunları sizə deyim, Allah qorusun. Başqa deyəcək təbii ki, bir söz yoxdur. Heyvanların xəstəliklər gəlir, bu yay qabağı, martdan sonra aprel, may, heyvanların xəstəliklərinin qabağını alması üçün heyvanlar, fermerlərlə məşğul olan insanlar indidən çalışsan yaxşı olar, Allah qorusun. Bir də sellər gəlir, böyük sellər.